Hörmətli izləyicilərim, sizə bir dənə villa göstərəcəm ki, belə bir villa nadir hallarda görmürsünüz. Villamızın smeta dəyəri manata manat 4 milyon manatdır. Əmələ gəlib. Villa haqqında mən sizə özüm də bilməmələri danışım. Tək bir cümlə ilə fikrimi izah eləmək istəyirəm ki, hər şey marka, Avropa brend bir villadır. Yerə vurulan paraketindən divar kağızlarına qədər, qapıların hündürlük və əl işləmələrine elə bilir ki, 2025 Bentley maşınıdır. Burada hər şey əllə işdir. Bir il təkcə ustalar, gördüyünüz bu İtalyan dizayn lepqaları əllərlə xəmir kimi yoğrulublar, bu gözəlliyi yaradıblar. Heç bir şey mağazindən hazır alınmayıb. Hörmətli izləyicimin şəxsi bir villası sizə təqdim edirəm. 250 min dollarlıq havalandırma sistemi Mitsubishi-dən belə var. 4 mərtəbə lifti olan və əsrarəngiz mənzərəyə sahib bu villa satılır. Çaylarınızı süzün, təqdimata başladıq. Villanın qarşı tərəfidir, ön tərəfi. Hörmətli izləyicilər, bu villanın görünüşü və burada 8-9 maşınlıq yeraltı qarajı var. Hələ villanın, o kinonun deyir, birinci hissəsidir. Bura villaya daxil olursan, belə bir balaca bir həyət görsənir. Arxada isə sizi nələr gözləyir, nələr getdik. Birinci mərtəbədən girən kimi solda mətbəx mebeli, Avropanın texnologiyaları, texnikaları, yer isti döşəmə. Burada oturmaq üçün stollar, stullar, balkon, balkondan həyətin görünüşü və əsrarəngiz mənzərə. Hörmətli izləyicilər, bura 9-cu mikrorayonda məşhur Pajarnın yanında olan villalardan birindəyəm mən sizə. Yəni, daha möhtəşəm bir villadayam. Yəni, bu riyadda gözümlə görünür ki, bundan gözəl villa gözümə dəymədi. Bu villanın zal otağını sizə təqdim etmişdim. Bir daha keçid eləyək bu zal otağını görəsiniz. Və bu villa belə satılır. Gördüyünüz kimi hər şey qalır villanın içində. Burada ümumi hamam otağıdır. Buyurun. Bura birinci mərtəbədə yataq otağıdır. Lifti basırıq ki, qalxırıq. Villanın mebelləri Avropanın məşhur markası olan, zavodu Türkiyədə olan bir markadır. Sifarişlə gəlib bu villaya ölçüləri götürüblər və gedib zavodda hazırlayıb o mebelləri gətiriblər. Nümunə üçün sizə bir otaqdan göstərim, əzizləyicilərim. Bu bir yataq otağı, bu yataq otağının ikinci pozisiyasında geyim dolabı, qardırobunu deyək və burada da Avropa markalarından olan hamam otağı. Növbəti yataq otağına sizi dəvət edirəm. Eyni burada da gördüyünüz hər şey sizə dediyim markalardır və havalandırma sistemi Mitsubishi. Villa tam-tamına 5 ilə tikilib. 5 ilə. Dəyərli izləyicilər, bu villanın tikilməsi, buna olunan nəzarət və burada xərclənən pullar görürsünüz ki, heç bir şeydən ekonom eləməyiblər. İtalyan skrozetkalar, divar içi kabellər hamısı İtalyanın cevisidir. Lüstulların hamısı İtalya markasıdır. Və bu villada yaşayış yoxdur. Cəmi cümlətanı 6 ay yaşayıblar, çamadanlardan da görürsünüz ki, ev sahiblərinin doğmaları bu villada yaşamırlar, əzizləyicilər. Satılma səbəbi budur. Əslində satılmağa adam heyfi gəlir.
Növbəti bir otağın növbəti bir hamamıdır. Eyni qaydada burada da balkona çıxış var. Balkon mənzərəsi var, amma sonda balkona çıxacağıq deyə buradan sizə göstərmirəm. 7 yataq otağı, 2-3 zalı, sanitar qovşaqların sayını özüm itirmişəm, dəyərli izləyicilər. Yəni bu ev şadlıq evindən böyükdür. Qalxaq 3-cü mərtəbəyə. Bilirəm ki, zövq alırsınız. Mən də zövq alıram. Əzizlər, bura 3-cü mərtəbədir və burada yenə otaqlar var. Girən kimi burada bir dəyirmi masa qurulubdur. Mən sizə hardan göstərdim, başımı itirmişəm, gəlin bu otaqdan göstərim sizə. Bu gördüyünüz 3-cü mərtəbənin zalı. Burada 50 nəfərlik oturma stolu, bar stoykası, mətbəxi kimi, paltar dolabı. Buradan sizə növbəti bir yataq otağını göstərim. Hər şey yığılıbdır. Yəni, burada yenə bir içəridə otaq var. Sonra mən sizə ümumi sanitarı göstərdim. Burada yenə bir otağı var. Yəni, otaqdan bol əzizləyicilər bu villa. Düşək, mənfi birə oradakı gözəlliklərlə tanış olaq. 57.000 euro bu liftə pul veriblər. Hər ayda şirkət gəlir, baxım göstərilir, müqavilədə belə yazılıb. Bu villada ümumiyyətlə bir böyük nişan olub, Allah xoşbəxt eləsin. Qalan müddətdə heç yaşayış olmuyor. Burada olan baseyn, hovuz, saunasından sahibi, hörmətli izləyicim, heç istifadə eləməyib. İndi o gözəlliyi sizə göstərəcəm. Kim alsa, ilk istifadə edən öz olacaq. Dəyərli izləyicilər, buralarda olan otaqları mən sizə belə izah edeyim ki, burada evdə çalışanlar var, 3 çalışan var evdə, 3 ailə çalışır. Onların otaqlarıdır, praşırın otaqdır, canım sizə söyləsin. Bura bir mətbəxdir, otaqları bir-bir göstərməyi lüzum bilmirəm, narahat eləməyək. Amma bilin ki, hər şey bu villada var. Burada idman qaraj zonası, dediyim kimi birinci o gələndə qaraj 7-8 maşın burada dayanır. İndi keçək idman zonasına. Buyurun. Deməli, abi. Möhtəşəmdir də, hörmətli izləyicilər, istirahət yeri. Evin sahibi deyir, mənə Tural, bəzi olur ki, mən burada olanda mənə tapa bilmirlər. Həqiqətən də adamı tapmalı, konum atmalısan ki, mən filan yerdəyəm, bir dənə gör nə boyda evdir. Bura relaks zonasıdır. Vitraj pəncərələrdən baxırsınız birbaşa o möhtəşəm mənzərəyə. Bar stoykası, bunları deməyim də, dəyərli izləyicilər, bunlar o şişməyə qarşı olan, nəmliyə qarşı olan xüsusi materiallardan hazırlanmış Avropa stoludur. İdman alətləri və bura bir dənə operator buranı da görürsəz, bir dənə buranı da görürsəz, deməli geyim dolabı, elə bir ki, məşhur bir aylıq 1000 manat olan fitness hissəsində, dəyərli izləyicilər. Bu hissə saunası istifadə olunmuyub, duş kabin, duş havoyu, türk saunası və burada 50 dərəcəyə isti və soyuğa tənzimlənən hovuzu. Nə lazımdır? Yi-iç, kef elə. Boiler, katering sistemi, İtalyan. 1000 tonluq ehtiyat su ambarı, dəyərli izləyicilər, xüsusi qurğular. Dəhşət. Dostlar, hörmətli izləyicilər, yoruldum. Çox şey var göstərməli. Bacardığımı göstərdim. Generator vardı, onu göstərə bilmədim. Bəzi şeylər göstərə bilmədim, üzrlə hesab eləyin. Real müştərilər buyursun, gəlsin, ekskluziv bu villanı yerində təqdim eləyək. 4 milyon manata satılır. Sənət də kupçadır. Sağ olun, var olun.